Salam, xoş gördük. Teleradio Akademiyasında mediada Azərbaycan dili mövzusunda təlimlərimiz davam edir. Təlimlər çərçivəsində bugün müasir radionun kommunikasiya dili və problemlər və perspektivlər mövzusunda danışacağıq. Mövzu ilə bağlı həmsöhbətim isə Media FM radio stansiyasının təsisçisi Rüstəm Əliyevdir. Rüstəm bəy, xoş gördük. Xoş gördük sizi. Media FM adından akademiyaya uğurlar arzulayırıq və bu görülən böyük işdə hər zaman müvəffəqiyyətə qovuşmasını diləyirik. Təşəkkür edirik Rüstəm bəy. Rüstəm bəy, müasir radio anlayışı nədir? Ümumiyyətlə, ənənəvi radio ilə fərqi nədədir? Müasir radio artıq formatlara bölünmüş radiodur. Müasir radio daha çox canlı və daha çox interaktiv radiodur. İnteraktivlik, canlılıq, canlı verilişlərin çoxluğu və formatlara bölünmə müasir dövrün radioçuluğunun əsas xüsusiyyətidir. Əsas xüsusiyyəti bunlarla düzdür, sərhədlənmir. Bunun artığı da var, amma əsas mənim qeyd etmək istədiyim bunlardır. Çünki əvvəllər bir ənənəvi radio vardı, o radionun içində hər şey vardı. Yəni ki, orada xəbər də vardı, poeziya da var idi, ədəbiyyat da var idi, analitika da var idi və s. və s. Bunlar hamısı bir radionun içində birləşmişdi. Amma müasir dövrdə həm radioların sayı çoxaldıqca, həm bu dünyadan söhbət edir, yalnız Azərbaycanda belə deyil. Sayı çoxaldıqca, radio üçün istifadə olunan texnologiyaların qiyməti aşağı düşdükcə radioların sayı artdı. Radioların sayı artanda artıq radioları yaradan insanlar düşündülər ki, necə eləyək ki, fərqlənə bilək. Fərqlənmək üçün də yeni formatlar ortaya qoyuldu. Bu günləri Azərbaycanda baxın, xəbər radiosu var, yalnız musiqi verən radio var, retro musiqisi verən radio var, müasir hit radiosu var və s. və s. Yəni bütün formatlarda, əsasən də musiqi üzərində qurulmuş formatlarda fərqliliklərlə seçilmək istəyən radiostansiyalar vardır ki, bu da müasir dövrün radioçuluğunun əsas xüsusiyyətlərindəndir. Biz əgər müasirlikdən danışırıqsa, fərqlilikdən danışırıqsa, onu da qeyd edək ki, süni intellekt də indi hardasa rəqib olubdur. Necə düşünürsünüz? Bir müddət sonra bu müasirliyə süni intellekt də təsir edəcəkmi? Süni intellekt müasir dövrün, yaşadığımız anların qaçılmaz bir parçasına çevrilmişdir. Hazırda həyatın elə bir sahəsi yoxdur ki, süni intellekt ora nüfuz etməsin. Bu və ya digər formada, az və ya çox formada nüfuzu vardır. Və kontentin hazırlanmasında, yeni kontent yaradılmasında, televiziya üçün ən çətin olan qrafika işində süni intellektin artıq böyük köməyi dəyir. Digər tərəfdən isə radioçuluğa gəldikdə isə, radioda isə elə məqamlar var ki, həqiqətən də təəccübləndirir. Məsələn, mən bu yaxınlarda oxudum ki, artıq Avropada bir radio bütün işçilərini çıxardıb və bütün işi süni intellekt yerinə yetirir. Yəni, musiqi verir, lazım olsa xəbər də generasiya eləyir, yəni tapıb, tərcümə eləyib, onu səsləndirib də yayıma verə bilər. Belə bir süni intellektlə işləyən radiolarda var. Təbii ki, süni intellektdən düşündüyümə görə mütləq istifadə etmək lazımdır və hər radionun öz qarşısına qoyduğu hədəflərə çatmaq üçün istifadə etmək lazımdır. İndi Azərbaycanda artıq radiolarımızda oxuyur süni intellekt adı ilə də məsələn rubrikalar çıxır efirə. Mənim özümə də ən müxtəlif insanlar, ən müxtəlif sahənin insanları süni intellektlə yazılmış mahnılar göndərirlər ki, əgər xoşunuza gəlirsə bunu səsləndirək efirdə. Təbii ki, içində çox yaxşıları da var, maraqlı olanları da var, dəyərsizləri də var. Bunlar hələlik janr etibarilə və üslub etibarilə o qədər də bizi təmin eləməsin, amma içində yaxşı mahnılar var. Amma süni intellektdən məsələn, mən deyərdim ki, reklamların hazırlanmasında çox yaxşı istifadə eləmək olar. Həm audio reklamların hazırlanmasında, həm də video reklamların hazırlanmasında çox müvəffəqiyyətlə istifadə eləmək olar. Çünki onun verdiyi imkanlar və zamana qənaət çox böyük bir üstünlük verir. Bu günləri radiolara da, televiziyalara da. Amma unutmayaq ki, təbii ki, süni intellektlə yanaşı bizim dinləyicimiz də canlıdır, bizi dinləmək istəyir. Həmişə belə deyək, radio mənə elə gəlir ki, televiziyadan həmişə izləyiciyə daha yaxın olubdur. Ona görə də elə sualım bununla bağlı olardı ki, dinləyici tələbatı ilə dilin saflığı arasında ziddiyyət yaranırmı radioda? Radionun özündə ziddiyyət yaranmır, amma cəmiyyətlə radio arasında təbii ki, fərqliliklər var, fərqli düşünmə və yanaşma var. Bu da normal bir şeydir. Çünki cəmiyyətin özündə insanlar bir dildə danışırlar. Onlar müəyyən bir söz ehtiyatından istifadə edirlər. O, onların yaşaması üçün və bir-biri ilə anlaşması üçün bəs eləyir. Amma onun kənarında, onun fövqündə isə bir müasir, çox zəngin və çox ləzzətli olan Azərbaycan dili vardır.
Və bu Azərbaycan dili mütləq və mütləq televiziya və radionun içində olmalıdır və o Azərbaycan dili televiziyanın, radionun efirlərindən daima səslənməlidir ki, bu cəmiyyət kimə ki biz xitab edirik və kimin üçünsə işləyirik, o cəmiyyət o dili unutmasın, o dili qavrasın, götürsün, o dildə eşitdiyi sözlər barədə düşünsün, o düşünərək onu qəbul etsin, qəbul edənsə isə həyatına tətbiq etsin. Yəni həyatında o sözlərdən, o ibarələrdən, o cümlələrdən, o fikirlərdən istifadə etsin. Əsas məsələ budur. Amma heç vaxt əvvəllər belə idi ki, biz kommersiya radiostansiyaları çalışırdılar ki, cəmiyyətin istiqamətlərini özlərini uyğunlaşdırsınlar, biraz onun arxasınca getsinlər. O da reklamla əlaqədardır, reklam almaqla əlaqədardır, reytinqlərlə əlaqədar olan bir məsələ idi. Amma indi artıq müasir dövrdə radioçular da anlayırlar ki, ya bu iş öz yerində, amma əsas məsələlərdən biri bu işi görərkən dilə, dəyərlərimizə zərər gəlməsin. Əsas məsələ bizdə indi hal-hazırda indi siz dildən danışdınız, sual verdiniz, amma bunun yanında həm də bir dəyərlər məsələsi var. Azərbaycanın özünün milli, mədəni dəyərləri var. O milli, mənəvi, mədəni dəyərlərə də xələl gəlməməlidir. Amma o xələl də nə ilə gəlir? Elə əslində dillə gəlir o. Yəni dillə ifadə olunan fikirlərdə gəlir o. Bəli, bu ona görə də bəzən olur hətta. Dili mükəmməl bilmək, dildə fikri doğru ifadə etmək və gözəl fikirlər ifadə etmək sonunda milli, mənəvi dəyərlərə də xidmət etmək deməkdir. Bəli. Elə sualım da onunla bağlı olacaq ki, bəzən reytinq naminə biz dil və ya üslubda müəyyən güzəştə getdiyimizi görmüş oluruq. Bu yalnız radioya aiddir, televiziyaya da aiddir. Bu güzəştlər barədə istəyərdim danışaq ki, biz bax bu reytinq naminə hansı güzəşləri edirik? Yəni güzəştlər hara qədər ola bilər? Bəli. Təbii ki, bir qırmızı əslində xəttimiz olmalıdır ki, o qırmızı xətti keçmək olmaz. Qırmızı xəttə nədir? Yəni tam bayaqlaşmadır. Ondan sonra Azərbaycanın o mədəni dünyasında yaranmış dəyərlərdən üz döndərib başqa bir mədəniyyətə doğru getməkdir və bunlar heç vaxt qəbul edilməzdir. Yəni nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqının böyük əksəriyyəti bunu qəbul edə bilməz. Bu mümkün olan şey deyil. Amma təbii ki, cəmiyyətdə müxtəlif axınlar hər zaman müşahidə olunur. Məsələn, bu günləri hətta Azərbaycanın el şənliklərinə, toylara getsək belə, məsələn, Bakıda keçirilən toyda oxunan mahnı ilə, musiqi ilə, səslənən musiqi ilə Azərbaycanın bir başqa bölgəsində səslənən musiqi arasında fərq var. Ritmlərdə fərq var belə. Görürsən onu, insan Bakıda olub və gedəndə müşahidə edə bilir, müqayisə edə bilir ki, ritmlərdə fərq var, ladlarda fərq var. Nə bilim, musiqi düşüncəsinin genişliyində fərq var. Orada daha kiçik, daha primitiv musiqilər bəzən eşidirsən sən, amma məsələn Bakıda isə daha zəngin, daha belə Azərbaycanın milli musiqi ladları üzərində dərindən işlənmiş, ya da əslində o da fikirdir əslində. Bir bəstəkarın fikrinin daha gözəl şəkildə öz əksini tapmış, inkasını tapmış musiqi əsərləri eşidirsən. Yəni bu fərq hər zaman olacaqdır. Amma biz bir qırmızı xətti qoymalıyıq və bilməliyik ki, Azərbaycanın mədəniyyətindən, Azərbaycanın milli mənəvi dəyərlərindən və həm də Azərbaycan dilindən o xətti keçmək olmaz. Keçdik, biz artıq ölümə məhkumuq. Yəni millət olaraq ölümə məhkumuq, xalq olaraq ölümə məhkumuq və mədəniyyət olaraq ölümə məhkum edə bilərik özümüzü. Yəni burada o qədər ciddi bir məsələ vardır ki, o xətt ona ehtiva edir. Doğrudur. Ümumiyyətlə radionun gücü səsdədir, dildədir, yoxsa ünsiyyət tərzindədir? Necə düşünürsünüz? Radionu çox gözəl qeyd edirsiniz. Mən də hər zaman onu müsahibələrimdə də deyirəm, işçilərimizə də deyirəm. Radionun bir neçə dənə ifadə vasitəsi var. Onlardan birinci sözdür. Səsdir ki, emosiyanı daşıyır. Musiqidir ki, o da insanın zövqünə oxşuyur, insanın sevincinə, dinləməsinə və düşünməsinə səbəb olur da. Yəni səs və sözdən o qədər ustalıqla istifadə etmək lazımdır ki, bunların hamısı sonunda bütöv bir halda dinləyicinin tələblərinə və zövqlərinə xitab edə bilsin və sonunda da daha çox böyük auditoriya sən toplaya biləsən. Bu əsas faktorlardan biridir. Ona görə də mən hər zaman deyirəm ki, radioda işləyəndə televiziyadan fərqli olaraq bizdə görüntü yoxdur. Görüntünün özü analiz olunması bir təzahürdür. Yəni orada rəng var, orada işıqlıq var, orada hərəkət var, dinamika var və s. və s. O bir başqa bir aləmdir. Amma burada isə onu götürəndə yerdə nə qalır? Sənin ifadə vasitələrin qalır. Gözəl səs, gözəl danışıq və emosiyalar. Təbii ki, üstünə də musiqinin fonunda və ya yalnız musiqi ilə. Yəni ona görə də bütün radio işçiləri bütün o ifadə vasitələrindən çox ciddi istifadə etməlidirlər. Əgər hardasa gözəl səs varsa, amma danışıq zəifdirsə, bu artıq məsələni aşağı endirir, keyfiyyəti aşağı endirir. Hardasa
gözəl Azərbaycan dili var, amma səsin tonu insanın ürəyinə yatmırsa və ya emosional tərəfi onu qane etmirsə, emosional tərəfdə mənim təcrübəmdə çox olur. Onu dinləyicini qane etmirsə, o da yenə də ümumi keyfiyyəti aşağı salacaqdır. Bir dəfə mənim yadımdadır, indi tanınmış aparıcılardan biri bizə təzə gəlmişdi, 2000-ci illərin əvvəlləri idi və o veriliş aparan zaman həddindən artıq həyəcanlı danışırdı və bir xanım zəng elədi. Necə olsa telefonu mən qaldırdım, dəstəyi mən qaldırdım və cavab verdim. Dedi ki, ay bala, xahiş edirəm, ona denə ki, elə titrək səslə danışmasın. O danışanda mən çox həyəcan keçirdirəm. Baxın, bu mənim təcrübəmdə olan şeydir, bir haldır. Demək, aparıcının adi biraz həyəcan, səsindəki həyəcan dinləyici kimlərəsə təsir edir. Demirəm hamıya təsir, amma onun içində ona görə də biz o qədər dəqiq öz səsimizdən, sözümüzdən, emosiyalarımızdan o qədər dəqiq amplitudada istifadə etməliyik ki, onları nəzərə almaq. Çünki biz onlar üçün işləyirik. Onlar varsa biz varıq. O auditoriya varsa biz varıq. Onlar yoxsa biz kimin üçün varıq? Yoxuq. Bəzən də elə dinləyici və aparıcı arasında səmimiyyətlə peşəkarlıqda da problem olur. O balansı qorumaq lazım olur. Necə düşünürsünüz? Peşəkarlıq və səmimiyyət arasında balans necə qorunmalıdır bir radioda? Mən düşünürəm ki, peşəkar səmimi olmalıdır. Mənə elə gəlir ki, müəyyən kriteriyalar istər-istəməz olmalıdır. Bayaq qırmızı xəttdən danışdıq, ona görə deyirəm ki, səmimiyyət və peşəkarlıq arasında balans qorunmalıdır. Mütləq qorunacaq. O mümkün deyil. Yəni təsəvvür edin ki, bir çox professional bir adamdır, peşəkar bir insandır, aparıcıdır və ya jurnalistdir, amma səmimi deyil. Onu cəmiyyət, insanlar o dəqiqə tuturlar onu hiss eləyirlər. Səmimiyyət olmayan yerdə heç bir professionallıq keçməz. Səmimiyyət olmayan yerdə heç bir professionallıq qəbul olunmaz. Orada artıq insanlar düşünəcəklər ki, bu demək axıra qədər doğru insan deyil, axıra qədər yaxşı insan deyil. Elə insanı, televiziyanı belə dırnaq içərisində deyək, satanda elə və ya radionu səmimiyyətdir. Amma onu da qeyd edim ki, bəzən efirdə jargonlar, yad sözlər, sosial şəbəkə dili hətta deyərdim, bunlardan istifadədə müəyyən bayağılıq yaradır, elə radionun özündə də. Ona görə bu sualı bir daha verdim ki, müəyyən o səmimiyyət və peşəkarlıq arasında balans necə qorunmalıdır və sonda istərdim deyim ki, ümumiyyətlə müasir radio bizim cəmiyyətə nə verməlidir? Radionun, baxıram, yəni bu müxtəlif radiolar var da. Məsələn, Azərbaycan Dövlət Radiosunun özünün məqsəd və hədəfləri vardır. O üzərində, o yol üzrə gedir. Amma yollar fərqlidir. Bəli. Elə yollar var ki, orada tam fərqli məqsədlər qoyulub. Ona görə müasir radio ən əsas yəni pafoslu çıxsa da, amma bu millətə xidmət eləməlidir. Millətə xidmət eləməlidir. Millətin milli mənəvi dəyərlərini bilib, dəqiq müəyyənləşdirib və onların qorunmasına çalışmalıdır. Yəni o xətti keçməsin, amma digər tərəfdən isə istəyir əyləndirsin, istəyir zövqünü oxşasın, istəyir gözəl musiqi yayımlasın, istəyir gözəl xəbərlər yayımlasın, yəni ki, operativ xəbərlər yayımlasın. Bunların hamısı olmalıdır və ona görə də belə parçalanma nədir? Çünki cəmiyyətin özündə də dinləyici auditoriyası parçalanır hissələrə. Müxtəlif insanlar var ki, yəni istəyir ki, danışıq olmayan radioya qulaq asmayan insanlar var. Deyir, danışıq yoxsa mən nəyə qulaq asıram? Mən yaxşı danışıq istəyirəm. Və ya elə insanlar var ki, baxırsan da təcrübədən keçirirsən ki, səhər-səhər şeir deyəndə necə olur? Görürsən ki, nə qədər insanın zövqünü oxşadı bu Azərbaycan milli poeziyası. Bu çox maraqlı məsələdir. Ona görə də bizim əslində radioçuların da, televiziyaçıların da əlləri cəmiyyətin nəbzində olmalıdır. O nəbzi tutmaq lazımdır. Nəbzi tutmasaq, amma qırmızı xəttlər qorunmaq şərti ilə nəbzi tutmalıyıq. Rüstəm bəy, çox maraqlı müzakirəmiz keçdi. Həqiqətən də mənim özümün də sizdən öyrəndiklərim çox oldu. Təşəkkür edirəm sizə. Bir daha xatırladım ki, qonağımız Media FM radio stansiyasının təsisçisi Rüstəm Əliyev idi. Təşəkkür edirik, sağ olun.